Salam izləyicilər, bu videoda sizə ekranda gördüyünüz Google Drive logosunun düzəldilməsini izah edəcəm. Bunun üçün ilk növbədə poligon aləti üzərində mouse sol düyməsini bir daha vururuq və bu zaman burada tərəflərin sayını 3 edirsiniz. Ola bilər sizdə burada fərqli rəqəm olsun, yəni artırıb azaltmaqla. Yəni siz bu sayları dəyişə bilərsiniz. Bizə 3 tərəfi olan çox bucağı lazımdır, yəni 3 bucaq lazımdır. Ctrl düyməsi ilə birgə mouse'un sol düyməsini basıb saxlayıb çəkirik ki, yəni bərabər yanlı 3 bucaq çəkilsin və P düyməsini basıram ki, ekran mərkəzində olsun. Bundan sonra Window menüsünə daxil oluram. Burada Dockers və daha sonra Corners, yəni künclər. Əmri üzərində mouse sol düyməsini bir daha vururam və eyni adlı panel açılır. Burada chamfer, yəni düz xətli belə deyək, düz xətli kənarı seçirəm. Ola bilər indi burada rəqəm fərqli olacaq sizdə. Burada bunun ölçüsünü 20 edəcəksiniz, yəni azaldıb artırmaqla və daha sonra apply düyməsini basıram. İstədiyimiz forma aldıq. Pick tool alətini basıram ki, yəni çıxsın və daha sonra bunları çəkmək lazımdır. Bunun üçün deməli burada two point line əmri üzərində mouse sol düyməsini bir daha vururuq, daha doğrusu aləti üzərində və yuxarıdakı bu node, yəni künc hissəsindən basıb saxlayıb çəkirik aşağıya doğru və daha sonra mouse'un göstəricisi bu vəziyyətdə bir qədər bu xətti uzadaq və daha sonra buradan da nodedən yuxarı sol nodedən aşağı sağ nodeyi kimi çəkirik və daha sonra bunu da bir qədər uzadaq və daha sonra buradan da buraya doğru, yəni soldakı nodedən sağdakı nodeye doğru çəkirik və daha sonra bunu da uzadırıq və bundan sonra təkcə üç bucağı seçirik və həmin corners panelində fillet, yəni seçirəm, yəni kənarları istəyirəm qabarıq olsun, yəni dairəvi formada. Burada məsələn scallop seçimi də var, bu çökə eləyir, fillet isə qabarıq eləyir. Bizə qabarıq lazımdır. Bu qabarığın da ölçüsündə sizdə fərqli ola bilər. Əvvəlcədən də mən bunu hazırladığım üçün belə deyək, bu ölçülər hazır burada əks olunur. Yəni radiusunu 10 eləyəcəksiniz və daha sonra apply düyməsini basıram və fikir verirsiniz, kənarları qabarıq, yəni dairəvi formada olur. Bundan sonra boş hissəyə bir dəfə mouse sol düyməsini vururam və daha sonra Smart Fill alətini buradan seçirəm və bunların üzərində mouse sol düyməsini bir daha vuraraq bu hissələrdən ibarət belə deyək obyekt formalaşdırıram və daha sonra Pick tool aləti seçili olduğu halda bu obyektləri bir-bir seçirəm. Yəni birini seçəndən sonra shift düyməsini basıb, daha doğrusu birini seçəndən sonra shift düyməsini basıb saxlayıb digər hissələri seçirəm bir-bir və daha sonra bunu hələlik qruplaşdırıram və mouse sol düyməsini basıb saxlayaraq çəkirəm qırağa və bu altda qalan hissələri seçib klaviaturadan delete düyməsini basaraq silirəm və daha sonra bunu seçib klaviaturadan P düyməsini basıb mərkəzə gətirirəm və bir qədər də böyüdək shift düyməsi ilə birgə küncdən böyüsün və daha sonra bunu seçib qrupdan ungroup objects əmrini basaraq qrupdan çıxarıram və daha sonra bu hissələrin hər birini seçib rəng verirəm. Məsələn, buraya tünd yaşıl verək, məsələn green rəngi üzərində mouse'un sol düyməsini basıb saxlayıb bir qədər buradan biraz daha tünd məsələn tonu seçirəm, nisbətən bunu seçirəm və bu hissəni də seçirəm. İndi burada rəng tonlarını özü seçə bilərsiniz, yəni video uzanmasın deyə mən klassik rənglər seçəcəm, yəni çox dərinə getməyəcəm. Bunun üzərində mouse sol düyməsini basıb saxlayıram, açılan hissədə təxmini qoyuram, yəni siz özünüz evdə rəng tonlarını daha dəqiq seçməyə çalışarsınız. Bunun üzərində mouse sol düyməsini bir daha vururam, göy rəng, daha sonra narıncı rəng və bu narıncı rəngin biraz açıq versiyasını seçirəm və bu belə deyək, obyekti Pick tool aləti seçili olduğu halda seçirəm və kənar hissələri yox eləyəcəm. Bunun üzərində yəni mouse'un sağ düyməsini vurub kənarları silirəm
və daha sonra eyni zamanda bunları seçib qrup obyekt əmri vasitəsilə və ya Ctrl+G-ni basaraq qruplaşdırıram. İndi Google Drive yazısını da yazmaq istəyirəm. Gəlin bunu yenidən kiçildək. Mouse'un sol düyməsini basıb saxlayıb Shift düyməsi ilə birgə sola çəkirəm və burada text aləti üzərində olan sol düyməsi bir daha vururam və Caps Lock düyməsi yanılı olduğu halda Google Drive yazısını yazıram. Yox, burada bir ilk hərflər böyükdür, digərləri kiçikdir. Deməli, Google Drive yazandan sonra Pick Tool alətini seçib bunu bir qədər böyüdürəm. Hətta belə bir şey də eləyə bilərəm. Deməli, hər iki deməli obyekti seçirəm, yəni bunu seçdim, Shift düyməsini basıb saxlayıb digərini seçirəm və P düyməsini basıram. Bunu etdikdən sonra hər ikisi mərkəzdə olur və bu mətni seçib mouse'un sol düyməsi və Shift düyməsi ilə birgə sağa çəkirəm və üst bucağı da seçib mouse'un sol düyməsi və Shift düyməsi ilə deməli sola, Google Drive yazısını sağa çəkirəm və bundan sonra bu yazını da seçib qalın eləyirəm və bir qədər də bu şəkildə olduğu kimi boz eləyirəm rəngini və hər ikisini seçib qruplaşdırıram və daha sonra klaviaturadan P düyməsini basıram. Nəticədə həmin obyekti formalaşdırmış olduq. Belə, əgər videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.